Sürücü işlədiyi mebel fabrikindən işdən çıxarıldı. Xırda problemlərdən işçiləri bir-bir çıxarırlar. Adam iddia edir ki, onun səbəbi günah olmadan çıxardıblar işdən. Mən sizi tanımıram. Tanımırsa tanış olaq. Ümumiyyətlə bura qapalı zonadır. Niyə rəhbər gizlənir? Xahiş eləməlisiz. Biləm yığışdırsın da. Hə. Sürücü işlədiyi mebel fabrikindən işdən çıxarıldı. Bəli, belə bir iddiayla Ümid Məmmədli adlı adlı şəxs çıxış edir və bildirir ki, çalışdığı müəssisədə heç bir günahı təqsir olmadan işini itirib. Qardaşlar mebel fabrikində sürücü kimi çalışırdım, tır sürücüsü kimi. Müqavilə ilə işlədirdiniz? Bəli, müqavilə ilə. Hər şey qaydasındaydı da. Hər şey qaydasız bir problem yox idi. Sadəcə adi bir dincəlmə üstündə işçiləri çıxardırlar. Rayonlara, məhsullara daşıyırdı. Yolda bir saat yarım dincəlməkdən ötürü mənə hədə qorxu ilə işdən çıxartdılar, maddə ilə. Dedilər gəl ərzəviyyat cədvasını sizə maddə ilə çıxardacaq. Müqavilə bitməmişdi, maddə ilə çıxartdılar. Burada nə yazılıb ki? Ki, güya mən işə gedib gəlməmişəm. Hansı ki, fabrikin müdürü İbrahim Mirziyev mənə dedi ki, çıx işdən, axıranı tapşırdı ki, bunu buraxma. Başladılar mənim əleyhimə fabrikin işçilərinə izahat almağa ki, sabah məhkəməyə çıxartsınlar. Çünki hal-hazırda həmin o işçilər orada işləyir. Yəni indi istəyiniz nədir? İstəyim odur ki, maddəmi götürülsün və bütün bir il 2 ay işlədiyi müddətdə həmin o pullar hamısı əmək haqqımı hesablansın, verilsin və təzminatını ödənsin. Burada bir rəsmi şəxs nümayəndə varmı, danışa bilərikmi? Vətəndaş var, burada işləyib və deyir işdən çıxartdılar, qanunsuz çıxartdılar. Bir nümayəndə çağırardınız da. Rəhbəri burada yoxdur, mən kimi çağıra bilərəm. Kimsə yoxdur, bir digər şöbə müdürü, digər əməkdaş. Bu boyda fabrik, müəssisə yiyəsizdir. Müəssisədə rəhbər burada yoxdur da. Rəhbər olmayanda yiyəsi olur bura. Xeyr, biz buradayıq da. Sizinlə iş bitir, işdən çıxarıldığı deyilən vətəndaşla gəldik, onun çalışdığı deyilən müəssisəyə. Amma rəhbər yoxdur, rəhbər sizi qarşılaya bilməz. Müxtəlif bəhanələrlə yayılmağa çalışırlar. Sizə nəsə lazımdır? Bəli. Nə olub da məsələ? Soruşuram da mən sizdən. Nəsə deyirsinizsə, müdaxilə edirsinizsə, demənizsə. Mən sizi tanımıram. Tanımırsa tanış olaq. Qoy danışaq, yaxşı. Mikrofonu niyə geri qoyuram ki? Yəni bizim işimiz mikrofondur da. Səs girə bilməz. Zaten yox, çəkilməz. Sürücü sənəd təbii edin. Bəli, qarşımıza çıxmağa adam tapmadılar və müəssisənin bütün bu balaca və böyük qapısı bağlandı. Suallarımız da cavabsız qaldı. Biz gelmişdik Binəqədəki müəssisəyə. Bizi oradan yönləndirdilər bura ki, gedin baş ofisə. Hüquqşünas dedi bizə dedik ki, indi xahiş eləmir bizə yol göstərməyin. Yəni bizə orada dedilər ki, hüquqşünas var, burada müsahibə verəcək. Ona görə biz gəlmişik. Vüsal bəy kimdir? Hə, gözləyirik. Əlsiz. Xahiş eləməlisiz. Biləm yığışdırsın da. Hə.